Qarabağda bizi qəddarcasına qətl edən, öldürən ermənilər uşağa, qadına, silahsız insanlara e, heç bir rəhm göstərmədən qətl edən ermənilər bu günlər Azərbaycanın zindanlarında rıfa içində çox gözəlcə qorunurlar və bunu məhkəmədəki çıxışlarındakı görüntülərdən görə bilirik. Heç biri bir intihar eləmək fikri də yox, heç biri bir ölüm təhlükəsi də ya stresi də yaşamır və çox rıfa içində yaşayırlar əmniyyətli şəkildə. Amma bizim gənclərin Heydərin heykəlinə Stalin yazdıqları üçün Heydərin ölüm günü öldürülür və adını qoyur intihar. Nə gözləyirik? Möcüzə mi gözləyirik? Möcüzəni gözləməyə ehtiyac yoxdur. Millətin birləşməsi, birliyi, maariflənməsi yetərlidir ki, o möcüzəni yaratmağa, gerçəkləşdirməyə. Əziz dəyərli millətim, bu cinayətlərdən, bu diktatorlardan qurtarmaq üçün sadəcə birliyimiz və maariflənməyimiz yetərlidir. Sağ olun.